Hem görüntüsü hem dadı farklı olan zebra peçeniye hazırladım. 120 qram kərə yağı, 100 ml bitki yağı, 1 yumurta, 1 paket vanil karıştırırıq, 130 qram şeker kirşanı, 100 qram nişasta, 300 qram un. Unumuzu az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Xəmirimizi 2 hissəyə ayırırıq. Ağ xəmirimizə 1 xörək qaşığı un əlavə edirik. Yumşaq xəmir yoğururuq və qoyuruq bir kənara. İkinci xəmirimizə 10 qram kakao əlavə edib qarışdırırıq. Videoda göstərdiyim formada kağızın arasında yayırıq. Peçenya kəsənlə kəsirik. Hər iki xəmirimizi eyni bərabər kəsirik. Bir ağ xəmirdən, bir qara xəmirdən. Bütün xəmirlərimiz qutarana qədər eyni qayda ilə gedirik. Sonra 1 saat soyuducuya qoyuruq. Soyuducudan götürürük. Gördüğünüz kimi kesmeye başlarıq. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada 15 dəqiqə bişiririk. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.